illərdə, 1948-50-ci illərdə Azərbaycanlılar genosidə, Azərbaycanlılar vandalizmə, terrorizmə və deportasiyaya məruz qaldı. Kardeşlerimizin maruz kaldığı bir terör hadisesi tarihe bir kara leke olarak geçmiştir. Bunlar Allah yarattığı bir övlattır, bir insandılar. Bunları bu vəziyyətə salmaq, o terörü törədənlərə verilən bu pullar, bunların hamısı o insanların refah halını, yaşayış səviyyəsinin yüksəldilməsinə xərclənsəydi, nə olar? Ki, burada bəşəriyyətin ilk yarandığı gündən insanlar həyat sürmüşlər. Terör hiçbir şekilde hoş görülemez, tolere edilemez. Terörün hiç kimseye faydası yoktur ve terör bir insandır. Yox deyə terörün qarşısını almaq üçün dünya ictimaiyyətinə mən də müraciət edirəm ki, birləşin və bunu kökünü kəsin. Bütün insanlığın bir bütün olarak karşı çıkması gerekir. Terörle mücadelenin en temel yolu budur. Herkesin karşı olması ve her türlü terör eylemine, terör yöntemine, terör örgütüne karşı çıkması, onlara engel olmaya çalışması. Mən Bakıya məlumat verdim ki, Xocalı işğal olunub, inanmadılar. Bütün mətbuat yazmış ki, cəmi ki, qabırğalarını özür istəyən dəmirlə vurub sındırırlar. Xocalı hadisəsi də bizim ən yaralı yerimizdir. Çox təəssüf ki, mən onların bizim kəndə pənah gətirən insanların nə əzab, əziyyətlə gəldiyini görmüşəm və bugünə qədər də onu unuda bilmirəm. Bir həyatda üç müqəddəs səs var ki, biri əskərin ayaq səsləridir, biri bizim anamızın laylasıdır, biri də alimin qələminin səsidir. Xocalı bir millətin güclü iradəsi, sonsuz dirənişidir. Xocalı faciəsi təkcə Azərbaycanlılara qarşı deyil, bütün dünyaya qarşı edilmiş bir vəhşi. Baş verməsindən asılı olmayaraq terörə qarşı gəlin birlikdə mübarizə. Nə qədər ki bizim ordumuz var, nə qədər ki xalqımız, qədirli xalqımız var, bundan sonra inşallah bizim xalqımızı gözəl günlər gözləyir. Mən Xocalı soyqırımının canlı şahidlərindən biriyəm. Xocalı soyqırımı haqqında Azərbaycan mətbuatında ilk məlumatı verən jurnalist və əksər fotoların müəllifi Şamil Sabiroğlu. Biz şükür Allaha ki, bizim ölkə başçısı Cənab İlham Əliyevin dərin siyasəti nəticəsində, güclü ordumuzun qüruru, onların iradəsi nəticəsində bizim artıq torpaqlarımız işğaldan azad olundu. Və biz fəxr eləməliyik ki, bugün azad Azərbaycanda yaşayırıq.